Bu il ali məktəblərə qəbul balları, yəni keçid balları qalxacaqmı? Qəbul imtahanlarında düşəcək suallar çətin mi olacaq, asan mı olacaq? Bu suallar hər bir abituriyenti, eləcə də onların valideynlərini narahat edən ən vacib məsələlərdən biridir və bununla bağlı hər gün çeşidli açıqlamalar verilir təhsil ekspertləri tərəfindən, təhsil mütəxəssisləri tərəfindən və bir çox hallarda valideynlər və abituriyentlər özləri də çarıxırlar ki, kimə inansınlar, əslində ballar qalxacaqmı, eləcəkmi, hansı qruplar üzrə balların düşməsi, qalxması ehtimalı var. Mən bu məsələyə belə yanaşmaq istərdim ki, əslində hal-hazırda bugünkü günə olan statistik məlumatlar ondan ibarətdir ki, bu il plan yerlərinin 75 minə qaldırılması nəzərdə tutulmuşdur. Yəni, universitetlərə qəbul imtahanlarında bu il iştirak edəcək abituriyentlərin təxminən 75 minə yaxını tələbə adını qazanacaqdır. Bu deməkdir ki, keçən ilə nəzər salsaq, keçən il bu sayı 57 min olub, 58 minə yaxın, bu 75 minə qalxacaq və aşağı-yuxarı bu il müraciət edənlərin sayı yüksək olmasına baxmayaraq, yəni keçən ildən daha çox abituriyent ərizə seçimində, deməli, elektron ərizənin təsdiqi prosesində iştirak edib, amma bu demək deyil ki, bütün abituriyentlər qəbul imtahanlarında iştirak edəcəklər. Yəni, hal-hazırda bizim əlimizdə heç bir data olmadığı üçün, heç bir məlumat olmadığı üçün öncədən hansı qruplarda balların qalxıb inəcəyi və ən əsası heç kim deyə bilməz ki, bu il qəbul imtahanlarında düşən suallar çətin olacaq, asan olacaq. Çünki yəni bunu bilmək üçün müraciət olmalısan. Və bu məsələyə cavabdeh qurum kimdir? Dövlət İmtahan Mərkəzi. Əgər Dövlət İmtahan Mərkəzi məsələ ilə bağlı rəsmi açıqlama vermirsə, hansısa təhsil ekspertinin və yaxud da kiminsə qabaqcadan deməsi ki, suallar çətin olacaq, asan olacaq, bu bilirsiniz, abituriyentlərdə bəzi hallarda rahatlıq, bəzi hallarda isə narahatlıq yaradır. Yəni, asan olacağını düşünən abituriyent rahat olur, deyir ki, onsuz asan olacaq. Çətin olacağını eşidən bir abituriyentə narahatlığa qapılır və düşünür ki, aha, mən kəsəcəm və yaxud da ki, bu kimi hallar. Və ona görə də siz valideynlərə və abituriyentlərə buradan səslənmək istəyirəm ki, ümumiyyətlə fokuslanın əsas birinci növbədə qəbul imtahanlarına hazırlaşmağa. Yəni, bugün heç kimə qulaq asmağa ehtiyac yoxdur. Onsuz da bugün əlimizdə hələ məlumatlar yoxdur. Çünki biz hələ bilmirik ki, nə qədər insan buraxılış imtahanlarından yüksək bal yığıb, nə qədər insan neçə ballar arasında yığıb. Yəni, bunlar açıqlamayıb. Üstəgəl, qəbul imtahanları keçirilməyib. Qəbul imtahanlarında 2000 nə qədər bal topladığı hələ məlum deyil. Və ən əsası, universitetlər üzrə plan yerləri açıqlanmayıb ki, hansı universitetə, hansı ixtisaslar üzrə nə qədər plan yeri olacaq. Bunları bilmədən durub iyunda, avqustda baş verəcək hadisələr haqqında indidən ehtimal səsləndirmək hesab edirəm ki, peşəkarlıqdan uzaq bir yanaşmadır. Və ən əsası, sizə kimlərsə vəd edə bilər, sizə vəd verə bilərlər ki, biz balları qaldırırıq, bizə müraciət edin, müəyyən ödəniş müqabilində